Düzdür. Hesablar əməllərinin ən asan formasını belə izah edirəm ki, birinci ilk növbədə bu əməlləri qrupa bölürük. Birinci qrupun adını qoyuruq zəiflər qrupu, yəni toplamı ilə çıxmanın adını qoyuruq zəiflər qrupu. Və vurma və bölməni isə güclülər qrupu qoyuruq. Əgər bir misalda sadəcə olaraq toplama və çıxma varsa, yəni zəiflər qrupu varsa, bu zaman heç bir dəyişiklik eləmədən misalımızı həll edirik. Məsələn, tutaq ki, bizə verib ki, 12 üstəgələk 3 çıxılsın 1. Necə var elə həll edirik. Yəni, birinci toplayırıq, sonra çıxırıq. Həmçinin də gördük ki, birinci çıxma gəlibsə, 12 çıxılsın 3, üstəgələk 1. Yenə belədirsə, yenə də olduğu kimi həll edirik. Həmçinin də güclülər qrupunda da bu qayda keçərlidir. Görürük ki, bir misalda güc sadəcə olaraq güclülər qrupudur. Məsələn, verib ki, 21 bölünsün 7, vurulsun 2. Bu zaman necə edirik? Elə 21-i 7-yə bölüb 2-yə vururuq. Bunlar yenə asandır. İndi bizə hər hansı bir misalda həm içində vurma, həm bölmə, həm çıxma olarsa necə eləyəcək? Onu hesablayaq. Tutaq ki, bizə bir misal verib. Tutaq ki, belə bir misal verib. Bəs necə eləyək? Birinci bilirik ki, biz belə bir misallarda başlayırıq güclülər qrupu ilə işləməyə. Zəiflər qrupunu qoyuruq hələ ki bir kənara. Başlayırıq güclülər qrupu. Bizim güclülər qrupumuz da bölmə ilə vurma idi. Düzdürmü? Bölmə və vurma idi. İlk növbədə baxırıq misalda. Birinci güclülər qrupundan hansı gəlibsə onu həll eləyəcək. Güclülər qrupuna baxıram ki, birinci bölmədir. Birinci ilk növbədə 6-nı bölürəm 3-ə. Eləyir 2. Bunu olduğu kimi yazıram. Sonra keçirəm, baxıram ki, bu tərəfdə güclülər qrupundan vurma var. Burada ondan sonra ikinci eləyirəm vurmanı. 2-ni vuram 1-ə, bu da eləyir 2. Sonra misalımı necə var, elə də yazıram. Yəni, mən əsas güclülər qrupunu həll elədim. Sonra başlayıram yenidən misalımı yazmağa. 15 üstəgələk 2 çıxılsın 2. Bərabərdir. Yenə də baxıram ki, mən güclülər qrupunu sıradan çıxartdım. Yəni, misaldan mənə çətin olanı uzaqlaşdırdım. İndi başlayıram misalımı adi formada işləməyə. Yəni, bir misalda ancaq zəiflər qrupudursa, bu zaman elə misalı olduğu kimi yazırıq. Yəni, heç bir əməldə dəyişiklik eləmirik. Adi formada yazırıq və cavabımız olur 15. Yenə də deyirəm, hesablar əməlində əsasən şagirdlərin səhv saldığı odur ki, toplama, çıxma, vurma, bölmə gələrsə necə eləyə bilərəm müəllimə ki, bu sualın cavabı səhv alınmasın. Bu zaman necə eləyəcəyik? İlk növbədə güclülər qrupunu tapacaq. Güclülər qrupu da bilirik ki, vurma və bölmədir. Və misalda baxıram ki, birinci vurmanı veribsə güclülər qrupuna, vurmanı edirəm. Yazıram elə altından aşağıdan cavabını. İkincidə baxıram ki, bölmədirsə, bölməni də yazıram aşağıdan altından misalın həllini, yəni rəqəmini. Sonradan misalı olduğu kimi köçürdürəm. Tutaq ki, belə deyək. Bir bölmədən də yazaq, bir nümunə olaraq. Məsələn, yazılıb ki, bizə bu zaman birinci ilk növbədə baxıram misala. Misalda baxıram ki, 3 əməl iştirak edib. Əməllərim toplamadır, vurmadır, bölmədir. İlk növbədə baxacam ki, misalda birinci güclülər qrupundan vurma gəlib. Vurma gəldiyinə görə 6-nı vururam 5-ə. Eləyir 30. Aşağısını yazıram. Sonra güclülər qrupundan hansı gəlib bölmə. 14-ü bölürəm 2-yə. Eləyir 7. Sonra da necə, misalım necə edirsə, elə də yazıram. Yazıram 21, üstəgələk 30, üstəgələk 7. Yəni bu qədər. Hesab əməlləri əslində çox asan mövzudur. Sadəcə olaraq şagirdlərimiz bunu qarışdırırlar. Ən yaxşısı bax bununladır. Yəni zəiflər qrupu ilə güclülər qrupuna ayırd edəndə daha yaxşı yadda qalır.